Xırdalanda sizlərə prospektdə 100 metr məsafədə dəyərli izləyicilərim gözəl bir dənə həyət evi təqdim edəcəm. Həyət evimiz 2 mərtəbə qoşa daşla inşa olunmuş arakəsmə monolit beton keyfiyyətli işlər görülüb bu həyət evində dəyərli izləyicilərimiz. Gördüyünüz kimi belə bir maşınlıq həyəti var. Həyətimizdəki gözəl döşəməli daşlarla döşənilib dəyərli dostlarımız və kürsülü padvanla da giriş çıxışı var və yağışlı havadan da ki məlumatınız var dəyərli izləyicilərimiz. Yəni su falan, yəni belə bir yer tutan yer deyil. Ərazi olaraq quru ərazidir. Xırdalanda tam Heydər Əliyev prospektinin yaxınlığında 100 metr məsafəliyində. Dəyərli izləyicilərimiz, girişdə belə bir koridor, ikinci mərtəbəyə qalxan belə bir gözəl pilləkənimiz var. Koridorumuz istifonla təchiz olunub. Koridordan solda belə bir qonaq otağımız mövcuddur dəyərli izləyicilərimiz. Tam təmirli, yeni təmir olunmuş, tam mülkiyyətli kupçalı həyət evidir dəyərli izləyicilər. Bura isə evimizin mətbəx hissəsidir. Birinci mərtəbədə gördüyünüz kimi bir mətbəx, bir zal, bir də ki evin birinci mərtəbəsinin özünə məxsus olan belə bir sanitar qovşağı yerləşir. Həmişəki kimi pilləkənimizin altında da qladovkası mövcuddur. Və qalxıq ikinci mərtəbə ilə sizləri tanış edeyim. Bəli, dəyərli izləyicilərimiz, burası ikinci mərtəbə və ikinci mərtəbədə eyni ilə koridor sistemi və ikinci mərtəbənin özünə məxsus olan sanitar qovşağını göstərdik birinci sizə və burada belə bir yataq otağımız mövcuddur, geniş yataq otağımız var, dəyərli izləyicilərimiz. Bu hissədə isə digər yataq otağıdır və bütün pəncərələrin qarşısı açıqdır. Dəyərli izləyicilər, ev birinci mərtəbədən ta axıra qədər, ikinci mərtəbəyə qədər hamısı qoşa daşla inşa olunmuşdur və gördüyünüz ikinci mərtəbənin arası monolit betonla təchiz olunub. Burada isə belə bir uşaq otağı nəzərdə tutulub, uşaq otağından da eyvana çıxışı var dəyərli dostlarımız. Sənədi tam mülkiyyətli, qiyməti isə 115 min manata satışa çıxarılıb. Səhifədəki nömrə ilə əlaqə saxlayıb ətraflı məlumat alıb yerində də baxış keçirə bilərsiniz. Sağ olun, gələn görüşlərə.